Bismillahirrahmanirrahim. Əziz qardaşlar, yeni bir möcüzə göstərirəm sizə və bu möcüzəni də 1500 ilə yaxında hələ heç kəs görmür. Bəs bu nə möcüzədir? Əhl-i beytin doğum və ölüm illəridir. Bunların cəmi 6302-yə bərabərdir. Biz bura başqa nəzərdən baxsaq, burada 632-ni görə bilərik. Əgər bu sıfırdan, sıfırı yox kimi saysaq, burada 6, 3 və 2 rəqəmləri görsənir. 632. 632 Quranın dayanması, Həzrəti Peyğəmbərin dünyadan getməsinin rəqəmidir. Və elə möcüzə bundan mı ibarətdir? Xeyr. Fikir verin. Deməli, biz 6302-dən əgər çıxarıqsa 66 rəqəmi, yerdə qalar 6236. 6236 Quran-ı Kərimin ayələrinin sayıdır. Deyərsiniz ki, nə üçün 66 çıxdın? 66 Allah kəlməsinin rəqəmsal dəyəridir. Əlif 1-dir, ləm 30-dur, ləm 30-dur, hə 5-dir. Neçələrdir 66? Əbcədlə məşğul olan adamlara desən ki, 66, o saat biləcək ki, Allah deyirsən. Allah 66 deməkdir, əbcəd dəyəri. Və Allah kəlməsinin, yəni 66-ın üstünə toplasaq 6236, Quran-ı Kərimin rəqəmsal dəyərin eləyir 6302. 6302 də nə idi? Allah və Quran Allah və Quranın rəmzi olan, yəni Allahın qulları və Quran-ı Kərimi təbliğ edən, canlı Quranlar olan Əhl-i Beytin rəqəmsal dəyəridir. Necə yəni? Fikir verin, 570-də Peyğəmbər anadan olur, 570. 632-də dünyadan gedir. 604-də Həzrəti Fatimə anadan olur. 632-də dünyadan gedir. 602-də Əli əleyhissalam dünyaya gəlir. 661-də dünyadan gedir. 625-də İmam Həsən dünyaya gəlir. 670-də dünyadan gedir. 626-da Həzrət Hüseyin dünyaya gəlir. 680-də dünyadan gedir. Rəqəmsal dəyərin cəmi 6302-dir. Yəni, qıraqdan baxanda 632 rəqəminin Peyğəmbərin ölüm və Quran-ı Kərimin dayanma rəqəmi görsənir. Və bu da, buradan da 66-nı çıxardanda Allah kəlməsinin dəyərin yerdə qalır 6236. Və yaxud da başqa dillə deyirik, 66 Allah kəlməsi və onun göndərdiyi kitab 6236. Əgər üst-üstə gəlsə, eləyəcək 6302. 6302 də nədir? Əhl-i Beytin doğum və ölüm illəri. İndi siz burada deyə bilərsiniz ki, Həzrəti Fatiməni sən nə üçün, məsələn, 604 yazdın, 614-dür. 2 variant var hədislərdə. Biri 604-dür, biri 614. Mən 604-ü götürdüm. Nə üçün 570 dedin Həzrəti Peyğəmbərin doğumu? Axı 571-dir. Bəzi rəvayətlərdə 570-dir, bəzilərində 571-dir. Mən 70-i götürdüm. Ən çox şiə rəvayətlərində olan 570-i. İndi deyəsiniz ki, yox, mən 571-ə inanıram. Sən onda səhv hesablamısan. 570 də tutaq ki, anadan doğulmuyor, amma anasının bətnində idi. Fikir verirsiniz, yəni bunun heç bir məsələyə dəxli yoxdur. Və yaxud da nə üçün 602 dedim Həzrəti Əlinin doğumunu? Axı 600-dür, 601-dir. 3-4 variant var. 600, 601, 602, mən birini götürdüm də. Sonra nə üçün dedin ki, İmam Həsən 670-dir. Axı 669-dur, axı 671-dir. 2-3 variant var onun ölümü üzrə. Birini götürdüm. Əldə olan variantlardan birini. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, fikir verirsiniz, Əhl-i Beyt, Allah, Quran-ı Kərim, dəyərlər sistemi, rəqəmsal sistem. Bunlar məncə təsadüf deyil. Mənim Peyğəmbər və Əhl-i Beytinə Qurana olan məhəbbətimdən
irəli gələn bir şey deyil. Bunlar həqiqətən o rəqəmsal sistemlər Allah Təalanın özünün göstərişidir ki, Həzrəti Peyğəmbər başqa vaxtda da anadan ola bilərdi və yaxud da İmam Həsən əleyhissalam məsəl üçün 670-də yox, 675-də anadan ola bilər, dünyadan gedə bilərdi məsəl üçün. Və İmam Hüseyin əleyhissalam 680-də yox, 685-də Kərbəla hadisəsi baş verə bilərdi. Bunlar hamısı onu göstərir ki, Allah, Quran, Əhl-i Beyt bunlar hamısı rəqəmsal sistemlə də bir-birlərinə bağlıdır.